papaqçı, məşhur dağlar papaqçısı. Xüsusi Fransız dağlarında istehsal olunmuş papaqlarımız. Ömür dünya, yaşayıram bu dünyada. Yaşayıram bu dünyada. Neçə ildir məşğulsan? Bir ildir. Qədəş bala. Qədəş bala. Necə gedir avtostopla gəzmək desəz, artıq qardaşlar bizi gördü. Sizə də əziyyət verir. Yeni videoma xoş gəlmisiniz. Hal-hazırda Kürdəmirdəyəm və Göyçay Nar Festivalına gedirəm. Səhər saat 8-dir. Bakıdan dostum gəlir, Həmid gəlir. Salam dostlar, sabahınız xeyir olsun. Bugün biz inşallah yola çıxırıq. Üzü Göyçay istiqamətinə. Hal-hazırda gedirəm 20 yanvara ya da yürüyüş vatan kuruğuna. Oradan da inşallah Kürdəmirə gedəcəm. Bir dostumuz, qardaşımızla görüşməyə. Məncə Həmidi görən kimi tanıyasınız. Həmid məni ilk dəfə Türkiyədə qarşılaşmışıq Həmidlə. Və o gündən bəri yaxın dostuq. İnşallah bir çox səfərlərimiz bir yerdə olacaq. Aylardır, illərdir planlaşdırırıq bir yerdə çıxmağı. İndiyə qədər qismət olmayıb, amma bundan sonra bir çox ölkədə Həmidlə bir yerdə olacam. Hal-hazırda o da rayona gəlir, Kürdəmirə gəlir. Mən də onunla görüşmək üçün indi məhəllədən çıxıram və görüş yerimizə doğru gedirəm. Axır ki, Həmid qardaşımız da gəldi, tapdı bizi. Bir ildən sonra. O il yarım var. Keçən aprelindən il yarım. il yarım, çox olub. Bir il əvvəl mən Özbəkistan deyiləm. İstanbulda şeyin qabağında, Sultanahmedin qabağında. Video qoyarıq bura. İndi hal-hazırda gedirik, İpək yolla gedirik, otostop çəkməyə. Festival qutarıb hələ biz İpək yoluna çatmamışıq. İpək yoluna çatmamışıq. Həmid Avropadan gəlir. Həmidi vermişəm qabağa ki, sən çək. Görək da, hə. Mən də burada indi canlı yayım açacağım. Nə vaxt o tapdıq. Hızlı deyən kimi Göyçaya getmək istəmirəm. Yol üstü. O yol üstü saxlasın bəssi. Maşınlar belə saxlayır, prosta pulsuz, ay nə bilim nə eşdən kimi bramoyist gedirlər. Mən bir dənə termosumuz adımı çıxardım. Görün indi yaxşı olacaq. Buyur mən hazırda Həmid maşın saxladı. Prosta bu 100% pul istəyir, hana görə eləyəm. Yax da söhbət eləyim. Hələ gəldiyimiz 3-4 dəqiqə idi. O pullu idi. Nə deyirdi? Dedi ki, pulsuz deyən kimi dedi, biz Kürdəmirə gedəcəm, sonra da gedəcəm. Pul deyən kimi çok dəyişdi. Bizim yazı gel otur, getsək o tarafa. Ama sonra dedi ki, pul deyən kimi dedim, pul yoxdur, biz belə çok soxan. Biliyor, biz Kürdəmirə gedəcəm, sonra gedəcəm. Dəyişdi. Hal-hazırda Göyçaya tərəf otostop çəkmişik deyən saxlayıq. Fərid çıxır, görürsən qaqam canavardır. O Avropa görmüş adam başqadır ya. Ay dədə. Getdik biz. Sonra yerir yardısı. Budadır mən. Çəkdik bir inşallah yolun yarısında gəzək. Allah razı olsun, Allah köməyin olsun. Qapı ört bir dənə sən. Bir də hələ edək. Əmi gətdi, nə idi adı? Natiq əmi? Natiq əmi gətdi bizi bura qədər. Sağ olsun yenə. Allah kömək olsun. İndi biraz da qabağa gedirik. Konum gəldi mənə. Festivaldan konum atdılar. Uşaqlar konum atdılar. Все, gedirik indi. Göyçay İdman kompleksi tərəfdədir. Biz prosta çatana qədər mən inanmıram ki, orada şey qala. Az da qabaq, biraz da geçsək qabağa, hazırdır. Baxmışam şey qalmır. Bibi də deyəsən otostop çəkir. Deyir. Yox, bu yazıq əl eləyir, taksiləri əl eləyir. Ay o taksi. Biz mövqeyi dəyişək. Mövqeyimizi dəyişək. Nə qalıb, çatmışıq. Qıtım gedir, amma çatmışıq, az qalmışıq. Əsaslı gedir, inşallah yaxşı olur. Yaxşı olacaq. Şimdi satayım.
Ya gəlmişik hal-hazırda Kusa kəndliyik, Kusa kənddə artıq girmişik və bu tərəfə az qalıb. Göyçayın harasına geliyor? Göyçayın mərkəzinə. Açıyor. Ben neydi? Otostop bugün ben neydi de? Ha, bu gün sən deyildə, bu gün mən ancaq çəkilişlə məşğulam da, sən şeylə, otostopu. Otostop. Canlımızı da açaq. Hayf deyir otostopla gəzmək. Ha? Deyirəm hayf deyil, da gəlmişik. Hamısı festivala bax, bütün maşınların o belə deyim də, avtobuslardı, nə bilim şeylərdə hamısı bu dəqiqə festivala gedir. Biz də çatmışıq, az qalmışıq. Bir dənə çayımızı içək, şirniyyatımızı yeyək yol üstü, bomba kimi. Sonra gedəcək. Nə qalıb, çatırıq. 2 nəfərə çıxmağı nə ləzzət ondadır, bax. Çayımızı, zadımızı bax, çəkə bilirəm. Mən tək olanda çəkə bilirəm. Canlımız burada. Canlımız burada. Mirin. Bu Mirin çaydı değil mi ha? Mirinin çayı burada. İşte prosta. Aa, mən ümumiyyətlə... Sen içsen içsin oraya sonra. İçsən. Ben kaynak içmiyorum ama Niye? soğudu bitirim. Sen iç ben. Onda bu soğumayacaq. Sen Allah. Bu elə bir nədir bu material? Bu demirin havada kalıp soğuyor. Sen iç birinci. İstiyorsan içsen sen ha. Mən də içsəm deyiləm. Amma geçsin bədənə elə hiss olmaz o. Mən içmədiyimə elə hiss olmaz. Çay içirik de o. Mirin sayesinde sağ olsun. Yan nesine götürüp geldi. Yan. Oho. Yeyib içməkdir orada. Çıktı. Yeyib içməkdir. Neyse çıktı. O da diyan. Yani götüreyim. Tır getdi. Ay. Tır kimi tırla gedəcək. Ayda. Tır bəxtimiz bağlı. Heç nə görürəm. Yazılar oxuyan biləm. Nədir? Qaranlıqdır. Nasir. Ha bu da görmürəm. Söndü desem. Yavaş alın yana. Əlimi okudu ama çok yanmadı. Mən deyirəm ki, çayımız içsin da bizim. Ülvi Hüseynli xoş gəlmişsən, Arşad xoş gəlmişsən. Şo, biz yolumuza davam eləyirik. Birazdan çəkilişimizə davam eləyəcək. Göyçay'a gelsin ya. Merkezler. Aha. Ağda da festival diyorsun. Biz de festival. Sonum atdılar mənə. Bu da. Xırda gəlmişik, biz bir yağdan yoldayıq. Yavaş. Qardaşlar bizi gördü. Size de acil ediyor. Keçək o tarafa, gəl. Şo. Yoldan qayıdıb qardaşlar. Min. Gel benim. Konserve geldi. Bakıdan gəlirəm mən. Mən də Kürdəmirdən qoşulmuşam. Yaxındır, bizə yaxındır. Gələ yəni Bakıdan. Neçədə çıxmışsınız? Mən səhər 6-da çıxmışam. Görsən də gəlmək nə gözəldir. Da var, rahat şəkildə var. Vallahi. Deyirik, Azərbaycanda yoxdur otostop. Gəlmişik, özdəki qardaşlar necə oldu? Getdilər, biz video çəkirdik, getdilər. Çay üstündə keçdilər bizi. Görüblər, aydan döndülər, qayıtdılar, bizi də götürdülər. Sağ olsunlar. İndi festivala gəlmişik, amma millət var. Yoxdursa bir 1000 dənə, 2000 dənə maşın var. Nə qədər aralıda saxlayıb maşınlar girəmdir hal-hazırda. Nə qədər aralıda saxlayıblar indi hələ nə qədər 2 kilometr uzaqdayıq ha, bu qədər maşın var. 2 kilometr yolumuz var. Yaxınımız oldu. Hələ bir girməliyik. Ara məhəllələr, millət var. 1 kilometr yarımda yolumuz var hələ. Yəni bu qədər adamın burada olmağı. Görəsən nar yeyə biləcəyik orada. Verəcək də bizə. Ya dedi yoxdur qalalım. Bu sözü ilə yoxdur qalalım qapımağa çıxdı. Gələk festivalda nə var? Gəldi, bu da festival. Gedim mən şey. Qəbələ maşınlardır, qəbələ şabalıdır. Bura festival deyil, bura satdıq mallar yeyir. Bura adın festivalı qoymuşum. Eyni şeylərdə problem yox. Yarış olsa keçir. Gedə girim yarışa.
Azərbaycan? Buraya güclü bazardır. O lap da şey idi. Bunların hansı bacarsınız? Ulan hansı bazar? Deməli indi gəzgin dostlarımızın stendindəyəm. Nigar xanım. Stendliyi indi mən satışa başlayıram burada. Bunlardan başka her şey var. Xüsusi Fransız dağlarında istehsal olunmuş papaqlarımız. Geldim şeylerde bazar. Şularına bir hediye. Allah belə tutdu. Çalana bir hediye. Dağıdıb Miri alverə keçib artıq Göyçayda Sen gəlib. neynəmsən? Videonun başını buraxıb alverə keçib. Sən əlinə qaçır. Biri gəlmədi ki, Gəncədən bizə zəng. Aynı cəhətdə. Bir bax, nə olur? Ha Miri? Ay Miri. Videonun başını buraxmısan artıq siz arası keçmisən. Var bir mənim işim oldu. So. Əsl sənətinə qayıdın Miri. Miri həqiqətən ticarət adamız da. Baxın, satış edir orada Miri. Festival haqqında danışmaq istəyirəm. Festival həqiqətən çox gözəldir ya. İlk dəfədir ki, mən festivalına gəlmişəm və çox məmnunum da. Demək olar ki, Bakının yarısı buradadır. Həqiqətən Bakının bütün yarısı buradadır da demək olar. Aha, festivalda deməli 2 dənə əşya satdım. O xanımlar gəzgin xanımlardır və belə festivallarda iştirak edirlər, tur işləri ilə də məşğul olurlar. İndi gəlib onları tapmışdım burada. Bunların da stendində 2 dənə papaq satdım çıxdım. Deməli sizə gəzgin olmağın faydalarını deyim. Hər şeyə hazırlanacaqsan. Oturmuşam hal-hazırda stadionun ortasındayam. Oturmuşam bu şəkildə. İndi termosum, şirniyyatım, hər şeyim var. İnsanlar da hamısı oturub ətraflarda. Hər bir tərəf insandır, əyləşiblər. Yemək gətirənlər də var. Nə bilim, yəni çay gətirənlər də var. Hər bir şəkildə istirahət edən var. Həqiqətən xoşuma gəlir belə insanların toplu şəkildə etdiyi əyləncə aktivitelər daha çox xoşuma gəlir. Mən də ona görə gəlmişəm. Sırf Azərbaycanda necə olduğunu görmək üçün gəlmişəm və həqiqətən də qəşəngdir. Çox gözəl. Yukarıda Keşif Paydon'un görüntülü kamera varsa benim kameram. Şəkildə də hər kəs ailəsi ilə, dostları ilə gəlib burada əyləşiblər. Zamanında kolonlar, bir daha hərəkət edelim, taş taşıyla.